1514-cü il. Çaldıran düzənliyi. Bu döyüş təkcə iki hökmdarın qarşılaşması deyildi. Osmanlı-Səfəvi münasibətlərində dönüş nöqtəsi idi. Bir tərəfdə Osmanlı sultanı Yavuz Sultan Səlim, digər tərəfdə Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai. Hər iki dövlət türk mənşəli idi. Lakin siyasi və dini məzhəbi fərqlər onları qarşı-qarşıya gətirmişdi. Osmanlı ordusu bu dövrdə nizami ordu quruluşuna malik idi və müasir hərbi texnologiyalardan, xüsusilə artilleriya və odlu silahlardan geniş istifadə edirdi. Səfəvi ordusu isə əsasən süvari qüvvələrə söykənir, döyüşlərdə çeviklik və ənənəvi hücum taktikalarına üstünlük verirdi. Döyüş Çaldıran düzənliyində başladı. Səfəvi süvariləri cəsarətlə hücuma keçdi. Lakin Osmanlı topları döyüşün taleyini dəyişdi. Ağır artilleriya qarşısında süvari hücumları böyük itkilər verdi. Nəticədə Səfəvi ordusu geri çəkilmək məcburiyyətində qaldı. Şah İsmayıl döyüş meydanını tərk etdi. Osmanlı ordusu isə qalib gəldi və Təbrizə daxil oldu. Lakin burada uzun müddət qala bilmədi. Çaldıran döyüşü Səfəvi dövlətinin hərbi cəhətdən zəifləməsinə, Osmanlıların isə Anadolu və Yaxın Şərqdə mövqeyinin güclənməsinə səbəb oldu. Bu döyüş həmçinin Orta Şərqdə odlu silahların döyüşlərin taleyini müəyyən edən əsas amilə çevrildiyini açıq şəkildə göstərdi.